Zəifləyən, ovuc-ovuc tökülən saçlarınızı yenidən bərpa edib möhkəmləndirmək istəyirsinizsə, o zaman bu resepti mütləq sınayın. 1 ədəd orta boy zəncəfil, 1 ovuc xırda soğan, 1 ovuc sarımsaq və 1 ədəd limonu qabıqları ilə birlikdə doğrayıb bir qaba əlavə edirik. Daha sonra üzərinə 2 stakan zeytun yağı əlavə edib qazın üzərində astaxodda 2 saata yaxın qaynadırıq. Qaynadıqdan sonra alınan bu qarışımın suyunu sıxıb bir qaba əlavə edib hər dəfə saçlarınızı yuduqdan sonra saç köklərinizə çəkib 1-2 dəqiqə masaj edib və saçınızı 45 dəqiqə saxladıqdan sonra saçınızı yenidən yuyun. Soyuq payız aylarında tökülən, qırılan, canlılığını və parlaqlığını itirən saçlar üçün mükəmməl bir maska hazırladım. Bunun üçün bir qaba 2 yemək qaşığı mayonez, 1 ədəd yumurtanın sarısı və 1 yemək qaşığı zeytun yağı əlavə edib tam həll olana qədər qarışdırırıq. Maskanı həftədə bir dəfə saçlarımızı yuduqdan sonra nəm saçlarımızdan köklərindən ucuna qədər maskanı çəkib 2 saat saxladıqdan sonra yuyuruq. Saçlarınızda kəpək və yaxud da ki tökülmələr varsa, o zaman saç kökləri üçün hazırladığım bu peelingi mütləq sınayın. 1 çay qaşığı duzun üzərinə 1 çay qaşığı soda əlavə edib qarışdırırıq. Alınan bu qarışımı saç diblərimizə çəkib 2-3 dəqiqə ərzində yüngül masaj edirik. Bu peelingi hər dəfə saçlarımızı yumadan öncə etməyimiz məsləhətdir. Saçlarınızın daha sürətlə uzanmasını, onların sağlam və parlaq olmasını istəyirsinizsə, bu maskanı mütləq sınayın. 3 yemək qaşığı zeytun yağı, 1 ədəd yumurta sarısı, 1 çay qaşığı xəmir mayası və 1 çay qaşığı sirkə əlavə edib qarışdırırıq. Bu maskanı nəmli saçlarımıza diblərindən ucuna qədər çəkib, yarım saat saxladıqdan sonra yuyuruq. Maskanı həftədə 2 dəfə edə bilərsiniz. Əgər sizin saçlarınızda dayanmadan ovuc-ovuc tökülürsə, o zaman bu maska tam sizlikdir. Bir qaba 2 yemək qaşığı quru maya əlavə edirik. Üzərinə krem halına gələcək qədər ilıq su töküb qarışdırırıq. Mən təxmini 3 yemək qaşığı ilıq su əlavə etdim. Maya suda tam həll olana qədər qarışdırırıq. Alınan bu maskanı həftədə 2 dəfə saç köklərimizə çəkib 45 dəqiqə saxladıqdan sonra yuyuruq. 5-6 ədəd dəfnə yarpağı. Dəfnə yarpağını yuyub quruladıqdan sonra bir qaba əlavə edirik. Dəfnə yarpağı xanımlar saç diblərini möhkəmləndirir və saç tökülməsinin qarşısını alır. Saça parlaqlıq bəxş edir, qan dövranını sürətləndirdiyi üçün saç köklərini qidalandırır və uzanmasını stimullaşdırır. Bu qabın üzərinə xanımlar əlavə edəcəm 7-8 ədəd mixək. Mixək saçların tellərini qalınlaşdırır, antiseptik maddələr sayəsində saç tökülməsini və qalınlaşmasını təmin edir. Döktük üzərinə və daha sonra üzərinə 1 yemək qaşığı da yumru suyu əlavə edəcəm. Hazır etdiyimiz bu qarışımın üzərinə 1 stakan və yarım su əlavə edəcəm. Artıq bu qarışım hazırdır və qoyacağım qazın üzərinə 5-6 dəqiqə qaynayacaq. Artıq bizim losyonumuz hazırdır xanımlar. Soymasını gözləyəcəyik. Soyduqdan sonra xanımlar demək suyunu süzürsüz və evdəki hər hansı bir sprey qaba əlavə edib hər dəfə saçlarınızı yuduqdan 1 saat öncə saç diblərindən başlayaraq saç uclarına qədər çəkirsiniz və saçlarınızı 1 saat saxladıqdan sonra yuyun.